Elhamdülillah, bugün hayatımızın en güzel günüdür. Əziz balam, sevimli oğlum, körpəlikdə nurani olan ədəbi ilə, əxlaqı ilə, sakit duruşu ilə, oturuşu ilə hər bir uşaqdan seçilən oğlumuzun ad günüdür, şərəfli günüdür. Ömür yollarına baxdıqca mən balamla həmişə fəxr etmişəm. Fəxr edirəm ki, belə bir layiqli evladımız var. Yəni, bu kəlimə görə Allahımdan üzr istəyirəm ki, yəni bütün təriflər hamısı Allaha layiqdir. Amma biz evladımızdan çox razıyıq. Allah da ondan razı olsun. Elə körpə vaxtından bu uşağımızda qeyri-adi gözəllik var idi, nuranilik var idi, ədəb var idi, əxlaq var idi. Bilirdik ki, uşağımızın gələcəyində çox gözəl belə deyək də davranışlar var. Bütün alimlərə nə deyərəm ki, həyatın ən gözəllikləri, dünyada nə qədər gözəllik varsa, bütün alimlərlə yanaşı, mən də oğlumun olsun. Həyatında heç vaxt oğlum, neyiniyim, necələm eləməyəsən. Həyatda nə qədər istəklərim varsa, yəni bugünkü günə və əl çatmaz arzularım varsa, bütün arzularına sənlə vahəm, bütün cavanlarımız çatsın. Amin Allah.